İbrət əməlin şəklində deyil. İbrət əməlin keyfiyyətindədir. Adicə elementar misal. İbn-i Qayyim rahmehullah deyir ki, iki nəfər yan-yana duraraq namaz qılırlar. Qiyam, ruku, səcdə. Ortada tələb olunan zikirləri də ikisi də eyni şəkildə əda edirlər. Lakin onların əldə etdikləri savab yerlə göy qədəri arası fərqlidir. Biri ayaq üstə durduqda hiss eləyir bu huzuru ki, tək olan Allahın qabağında durur. Ruku etdikdə onun qabağında baş əydiyini etiqad eləyir. Səcdə edəndə qəlbindən keçirdiyordu ki, ey yüce Rabbim, sənin qarşında əymişəm bu başı. Namazı belə tamamlayır. Biri isə ayaq üstə durur. Bugün görəsən ticarətində nə qədər qazandı. Görəsən namazdan sonra hansı yeməyi yiyəcək bu adam. Görəsən hansı mənfəətin peşindədir. Bunu fikirləşərək namazını tamamlayır. Sual verirəm qardaşlar. Bu ikisinin savabı eyni ola bilər. Əməl eyni olsa belə keyfiyyətində və həqiqətində fərqli olduğuna görə onların əcri Allah qatında daha çox olur. İxlasla.com saytı tərəfindən təqdim olundu.